İranın Amerika Birləşmiş Ştatlarına sürprizi. Ən pis ssenari nəzərə alınmadı. İrana qarşı əməliyyat, ölən Amerika Birləşmiş Ştatları hərbçilərinin sayı artdı. İran Birləşmiş Ərəb Əmirliklərində neft terminallarını yenidən vurdu. Sepahın ən böyük qərargahlarından biri məhv edildi. Bağdadda Amerika Birləşmiş Ştatları səfirliyi hücuma məruz qaldı. Amerika Birləşmiş Ştatlarında neft zavoduna hücum, dəhşətli yanğın başladı. Sepah, cəza əməliyyatı bu vaxta qədər davam edəcək. İsraildən Təbriz sakinlərinə, bu ərazini tərk edin. İrana qarşı hərbi əməliyyatı planlaşdırarkən Donald Trump və onun komandası Tehranın eskalasiyaya getmək hazırlığını düzgün qiymətləndirməyib. Xüsusilə də İranlıların Hörmüz boğazını bağlamaq qərarı Ağ Ev və Pentaqon üçün sürpriz olub. Axar TV xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadla yazıb. Mənbələrin sözlərinə görə, Amerika Birləşmiş Ştatları prezidentinin yanında fəaliyyət göstərən Milli Təhlükəsizlik Şurası bəzi rəsmilərin ən pis ssenari adlandırdıqları ehtimalı tam nəzərə ala bilməyib və indi Amerika administrasiyası məhz həmin vəziyyətlə üz-üzə qalıb. Nəşrin həmsöhbətləri bildirirlər ki, əvvəlki prezidentlər dövründə qərar qəbul etmə prosesinin ayrılmaz hissəsi olan Energetika Nazirliyi və Xəzinədarlıq Nazirliyinin mümkün risklərlə bağlı təhlil və proqnozları bu dəfə ikinci dərəcəli məsələ kimi qiymətləndirilib. Qeyd olunur ki, Maliyyə Naziri Scott Bessent və Energetika Naziri Chris Wright İrana qarşı əməliyyatın planlaşdırılması mərhələsinə cəlb olunsalar da, yekun qərarı Trump yaxın müşavirlərdən ibarət dar çevrədə qəbul edib. Hörmüz boğazı bağlanacağı təqdirdə yarana biləcək iqtisadi nəticələrlə bağlı xəbərdarlıqlarsa sadəcə arxa plana keçirilib. Amerika Birləşmiş Ştatları rəsmilərinin sözlərinə görə, vəziyyəti düzəltmək üçün hətta fövqəladə tədbirlərin, məsələn, tankerlərin hərbi gəmilərin müşayiəti ilə boğazdan konvoy şəklində keçirilməsi kimi addımların təsir göstərməsi üçün belə həftələr lazım olacaq. Amerika Birləşmiş Ştatlarının İrana qarşı həyata keçirdiyi güclü qəzəb əməliyyatının başlanmasından bəri yaxın şərqdə azı 13 Amerikalı hərbçi həlak olub. 200 nəfər yaralanıb. Axar TV xəbər verir ki, bu barədə Wall Street Journal qəzeti mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, yaralanan hərbçilərdən 170-i artıq yenidən xidmətə qayıdıb. İran ordusu PUA-larla Birləşmiş Ərəb Əmirliyinin Əl-Füceyra şəhərindəki neft terminalına yenidən zərbə indirib. Axar TV xəbər verir ki, bu barədə Telegram kanallarında görüntülər paylaşılıb. Qeyd edək ki, İran daha əvvəl də sözügedən ərazidə neft anbarlarını vurub. Xatırladaq ki, İsrail və Amerika Birləşmiş Ştatları 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamneyi başda olmaqla onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki Amerika Birləşmiş Ştatları bazalarına və İsrailə cavab zərbələri endirir. Tehranda Amerika Birləşmiş Ştatları və İsrailin endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun ən böyük qərargah binalarından biri ciddi zərər görərək demək olar ki, tamamilə dağıdılıb. Axar TV xəbər verir ki, bu barədə Əl-Hadad telekanalı məlumat yayıb. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyatlara 28 fevralda başlayıb. Bağdadda Amerika Birləşmiş Ştatları səfirliyi hücuma məruz qalıb. Axar TV xəbər verir ki, bu barədə Əl-Hadad telekanalı məlumat yayıb. Bildirilir ki, hücumun məqsədi səfirliyin ərazisində yerləşən hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq olub. Texasdakı Bayport Shot neft emalı zavodunda güclü partlayış baş verib və yanacaq çənləri alovlanıb. Axar TV xəbər verir ki, hakimiyyət orqanları LyondellBasell şirkətinə məxsus neft kimya zavodundakı partlayış və yanğının arxasında planlaşdırılan hücumun ola biləcəyindən şübhələnir. Yerli medianın məlumatına görə müxtəlif nəzəriyyələr nəzərdən keçirilir. Hücumun arxasında Meksika və ya Venezuela'dan olan narkotik kartellərindən biri, yaxud Sepah ola bilər.
Bölgədəki Amerika Birləşmiş Ştatları bazaları tamamilə ləğv edilənə qədər cəza əməliyyatları davam edəcək. Axar TV xəbər verir ki, bu barədə Sepahın hərbi dəniz qüvvələrinin məlumatında bildirilib. Bildirilib ki, Gerçək Vəd 4 əməliyyatı çərçivəsində 2 mərhələli hücumda Sepahın hərbi dəniz qüvvələri Birləşmiş Ərəb Əmirliklərindəki Əldəfra hava bazasındakı Amerika Birləşmiş Ştatları qərargahına dəqiq ballistik raket zərbəsi endirib. Zərbələr zamanı erkən xəbərdarlıq radarları, komandanlıq və nəzarət mərkəzləri və bazadakı Amerika terrorçuları üçün toplanma məntəqələri dəqiqliklə vurulub. İsrail ordusu Təbriz sakinlərinə planlaşdırılan hava hücumları ilə bağlı təcili xəbərdarlıq edib. Axar TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Çaxal mülki şəxsləri dərhal qeyd edilən ərazini tərk etməyə çağırıb. Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün ərazidə əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır.